İsrail hərbi aviasiyası İran ərazisinə ballistik raketlərlə zərbələr endirməyə davam edir. APA xəbər verir ki, bu barədə İsrail ordusunun X səhifəsində paylaşım olunub. Sözü gedən sosial şəbəkə hesabında bu faktı təsdiqləyən video görüntülər də paylaşılıb. Axios İsrail rəsmilərinə istinadən məlumat yayıb ki, İsrailin gizli əməliyyatları və hava hücumları İranın çevik cavab vermək qabiliyyətini zəiflədib. İran İslam İnqilabi Keşikçiləri Korpusunun hava qüvvələri komandirləri İsrailin gözlənilən hücumuna cavab tədbirlərini əlaqələndirmək üçün bunkerdə toplaşarkən həm Fövqəladə Hal protokolundan, həm də bunkerin yerindən xəbərdar olan İsrail kəşfiyyat obyekti məhv edib. Zərbə nəticəsində İranın pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə proqramlarının rəhbərləri də daxil olmaqla Sepahın yüksək vəzifəli şəxsləri ölüb. Bildirilib ki, İsrail əməliyyatı İranın ölkə daxilindəki hərbi komanda nəzarət sistemlərini hədəf alıb. Ölənlər arasında Sepah, İran ordusu və Milli Fövqəladə Hallar Qərargahının yüksək səviyyəli komandirləri var. Əmri verəcəyi heç kimin olmaması İranın dərhal cavabını zərərsizləşdirib, İsrail rəsmisi deyib.